Evdə 5 uşaq olmuşuq, 2 qardaş, 3 bacı. Elə bilirlər ki, atam ölüb, ancaq o müstəntiq də Qubaya tərəf gedirmiş. Görüb ki, biz prostin qalxıb düşür. Əfqanistan adı gələndə o vaxtlar hamı vahimə içində olurdu. Təlim keçməmiş, onları aparıblar birbaşa Əfqanistana. 60 dənə sürücü olub, 60 nəfər sürücü olub. Onları mühasirəyə düşüblər. Orada hamısını öldürmüşdülər. Şəhid olmuşdu Herat şəhərində. Sumqayıtda 2 şəhid olub, o vaxtı Əfqanistandan getirdilər. Biri Kalaşnikov idi, biri də qardaşım Ehtibar Salahov. İndiyənə qədər də o bulağın adı Ehtibar bulağı gedir. Biz o şəhidliyi 82-ci ildə yaşamışıq. Ona görə də bilirdik ki, şəhidlik nə olan şeydir. Selamun aleyküm, mən Salahov Ehtiram İmamyaroğlu. 10 yanvar 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Sumqayıtda yaşamışam. Atam Salahov İmamyar Novruzbey oğlu. Anam Salahova Bibi xanım Əmirxan qızı. Hər ikisi Xızı rayonunun Xanagah kəndindəndirlər. Biz qohum olublar həm də. Ondan sonra evdə 5 uşaq olmuşuq. 2 qardaş, 3 bacı. Atam bizi uşaqlıqda hamımızı yığırdı, bütün bacısı uşaqlarını, bizi, dayılarımı, əmilərimi yığırdı, hamımızı aparırdı Xanacaha hər zaman. Atam boru yayma zavodunda sürücü vəzifəsində işləyib. Sumqayıtda da neçə illər Sumqayıt şəhər deputatlığında namizədi olub, orada çıxışlar eləyib. 90-cı ildə o 20 yanvar hadisələrində atam zavod işçilərini o vaxtı 20 yanvar hadisələrinə görə fevral ayında atam zavod işçilərini götürüb aparırdı Şəhidlər Xiyabanına. Bu Ceyranbatanda indiki Sokar yanacaq doldurma məntəqələri var. Ondan əvvəl orada dairə var idi. O dairədə 366-cı o qaniçən qoşunlar, orada BTR-ləri, tankları, zatları var idi orada. Orada birdən çıxırlar atamın sürdüyü maşının qarşısına. Atam da maşını qaçırdır nə qədər sağa. Üsbət eləmir, bu tankla vururlar atamın maşınını. Atam ondan sonra qışları zadı qırılır. Orada bir müstəntiq gəlir, Allah onun canını sağ eləsin, sağdırsa. O aparır, elə bilirlər ki, atam ölüb, ancaq o müstəntiq də Qubaya tərəf gedirmiş. Görüb ki, biz prostin qalxıb düşür. Ondan sonra atama deyiblər ki, atam sağdır, tez təcili tibbi yardımla getiriblər Sumqayıt şəhərinin travmatologiya deyilən xəstəxanasına. Orada da atam neçə aylar qalıb, ondan sonra evə gəlmişdi, ayaqları şikəst idi, yeriyirdi, ancaq o da eləsinə yerimirdi də. Anam 2020-ci ildə iyun ayının 26-sı, 85 yaşında. 35-ci ildən idi, 85 yaşında dünyasını dəyişdi. O bütün dünyada o Covid-19 vaxtları idi. Ancaq o Covid-19-dan rəhmətə getmədi, öz əcəli ilə dünyasını dəyişdi. Böyük qardaşım Salahov Ehtibar İmamyaroğlu 1961-ci il avqust ayının 14-də dünyaya göz açıb Sumqayıt şəhərində. Məhəmməd Füzuli adına, indiki Məhəmməd Füzuli adına məktəbi qutarıb. Musiqiyə gedib, klarnet ifaçısı olub o vaxtı. Əlrizanın tələbəsi olub o vaxtı. Əlriza klarnet çalan var idi, tanınan adam idi, onun tələbəsi olmuşdu o vaxtı. Gənclik klubu var idi, Sumqayıtda 1-ci mikrorayonda. Orada getmişik, o klarnetə gedirdi, mən nağaraya, bacım da ki, qarmona. Ondan sonra gedib boru yayma zavodunda fəhlə işləyib. Metal avadanlıqlarının təmiri sexində tornaçı vəzifəsində çalışıb. Oradan da əskərliyə yola düşüb Əfqanistana.
1980-cı ildə Əfqanistana yola saldıq onu əskərliyə. Əfqanistan adı gələndə o vaxtlar hamı vahimə içində olurdu. O vaxtı 80-cı ildə biz qardaşım Etibarı yola salanda əskərliyə dəniz vağzalından yola salırdıq bərə ilə. Dedilər ki, biz Əfqanistana getmirlər, bunlar gedir, Özbəkistana. Ancaq yanlış məlumat vermişdilər o vaxtı. Biz də dayanıb bərəni yola salırdıq, bərədən baxırdıq bərəsinə. Bərə elə gedirdi ki, adam heç bilmirdi ki, bərə dayanıb yoxsa gedir. Bir də gördü ki, bərə dənizin ortasındadır. Ondan sonra da ki, xəbər çıxdı ki, birbaşa heç 6 ay onlara keçməyiblər, təlim keçməmiş, onları aparıblar birbaşa Əfqanistana. 81-ci ildə qardaşım orada xəstələnmişdi, gəlib Özbəkistanda hospitalda yatırdı, atam biri getmişdi yanına. O vaxt elə nətər ki, bizim bu 44 günlük müharibə şəhidlərimiz olmadı, onlar da enerjiyini idi. Qardaşıma dedilər ki, bəs səni saxladaq burada eləyək. Qardaşım demişdi ki, mənim orada dostlarım qalıb. Mən necə onları tək qoyum orada, çıxım gəlim. Bu bizim qanımızda olan bir şey idi. Həqiqətən də 44 günlük müharibədə də yaralılarımız olurdu. Gəlirdilər, sağalıb təzələnən müharibə bölgəsinə gedir, cəbhə bölgəsinə gedirdilər. Yəni ki, mənim qardaşım da eləsinə bir oğlan olub. O vaxtı eləsinə deyəndə ona deyib ki, mənim orada dostlarım qalıb. Mən onları tək qoyub burada qala bilmərəm. Mənim qardaşım Etibar da ki, uşaqlıqdan elə həmişə sürücü olmaq istəyib. Əfqanistana da gedəndə sürücü kimi getmişdi. Orada 30 maşın olub, deyilənə görə 60 dənə sürücü olub. 60 nəfər sürücü olub. Onları mühasirəyə düşüblər. Orada hamısını öldürmüşdülər. 82-ci ildə. İyunun 11-i. O ilin 17-si əskəriyə getmişəm. 18-i keçib 19-u onun nəşini getirmişlər Qruz Dvest. Atsinkovi tabutda şəhid olmuşdu Herat şəhərində. İndiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəfn olunub. Atam da, anam da, qardaşım da oradadılar. Nənəm də oradadır. Bibim oğlanlar, bizim bütün nəslimiz hamısı Nasosunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin qəbirstanlığında dəfn olunub. Sumqayıtda 2 şəhid olub, o vaxtı Əfqanistandan getirdilər. Biri Kalaşnikov idi, biri də qardaşım Etibar Salahov. Kalaşnikovun adı yadımda deyil, sözün açığı. Biri də var idi, o şikəst olmuşdu, gəlmişdi. O 18-ci məhəllədə, Sumqayıtda 18-ci məhəllədə, deməli, orada onun üçün 3-cü mərtəbədə qalırdı. Asobi lift çəkmişdi hökumət onun üçün. 3-cü mərtəbədən düşüb çıxmaq üçün Kaləskada idi, şikəst idi, ayaqları işləmirdi. Onun üçün lift çəkmişdilər. 3-cü mərtəbədən liftlə düşürdü aşağı, qalxırdı. Çiriz balkon artırmadan lift çəkmişdilər onun üçün. Əskərliyi qutarda mənə orada Çasda, mən özüm Başqırdistanın Meleyut şəhərində slujt eləmişəm. Əskərlik xidmətimi çəkmişəm. Orada mənə qutarda dedilər ki, bəs sən özünü niyə belə aparırsan? Sənin qardaşın şəhid olub. Bəs sən niyə beləsini eləyirsən? Onda mən bildim. Özü də bu günləri Rus demişkən prisəqa çıxdı. Səhərsi günü mənə evə sənədlərimi verdilər ki, çıx get evə. Heç belə olmamışdı. Mən də yəni ki, iyun ayında əskərliyə getmişdim. Mart ayında evə döndüm. Heç 24 ay çəkmədi mənim əskərliyim. Qardaşıma görə bugün prikaz çıxdı. Səhərsi günü mənə uvalnitini verdilər ki, çıx get evə. 84-cü ildə mən əskərlikdən gələndən sonra atamla getdik biz. Gərmiyan bulağına çıxmaq, düşmək biraz çətin idi. Ona görə də atamla mən getdik orada. O bulağı aşağıya çəkdik. Öz əlimizin zəhməti ilə. İndiyənə qədər də o bulağın adı Etibar bulağı gedir. Yəni ki, atamla mən orada o işləri gördük. O azbis turbalarla ki, o dəmir də olmazdı ora,
başqa turba da olmazdı. Ancaq az bir turba ilə ki, su öz sərinliyini, öz istiliyini məsələn o turbanın içində saxlaya bilir, temperaturunu, dərəcəsini saxlaya bilir. Ona görə də getdik, onu yuxarıdan aşağıya çəkdik. Sonra da getirdilər orada Allah canlarını sağ eləsin, kim eləyib, stol zad qoydular, oraya zad elədilər. O bulağın adı indiyənə qədər də Ehtibar bulağı gedir. Bu yaxınlarda da getdik, biraz bərpa işləri zad gördük orada. Allah hamının canını sağ eləsin, elə sizin də, Tural qardaşımızın da canını sağ eləsin Allah Taala. O da çox əziyyət çəkdi orada. Allah ədalətə də ömür versin, ədalət qardaşıma da. Yəni ki, bizi yığdı, apardı ora bir yerdə köməkləşib o bulağı bərpa elədik də, belə deyək də. Çox pis vəziyyətdə idi bulaq, bərpa elədi, uçulmaq ehtimalı çox idi. Allah Turalın canını sağ eləsin, Tural orada çox əziyyətlər çəkdi. Çox sağ olsun, minnətdaram Turala da. Atam həm onu ilə təsəlli tapırdı, həm də o qəbir üstünü elə eləmişdi ki, and olsun Allah, su zad çəkmişdi, nasıl olsun da Tağıyev qəsəbəsindəki qəbirstanlığında qəbrinin üstünə su çəkmişdi, zad eləmişdi. Bütün qəbirstanlıq işçiləri gəlirdilər, o ölüsü ölənlər, adamları ölənlər gəlirdilər, oradan su aparırdılar, eləyirdilər. Ona görə də həmişə qardaşıma rəhmət oxuyurdular, gül çiçək əkmişdi, zad eləmişdi, stol zad hamısı qoyulmuşdu. Mənim özüm 90-cı illərdə 1-ci Qarabağ müharibəsi başlayanda getdim mən də könüllü Nərimanov klubunun qabağında gördüm ki, cəmaatı yığırlar. Mən də getdim, familiyamı tapdırdım oradan, mindim avtobusa, gecə ilə biz getdik, 2 avtobus Qubadlıya getdi, Laz avtobusları idi o vaxtı, Sovet avtobusları idi. 2 avtobus da ki, Laçına getdi. Onda biz Qubadlının Çardaqlı kəndində məskunlaşdıq məktəbdə. 90-cı ilin axırları getdik biz də Qubadlıya, mən də getdim Qubadlıya. Orada Çardaqlı kəndində məskunlaşdıq. Çünki o Çardaqlı idi, o aşağıda Zeyvə kəndi var idi, ermənilərin kəndi idi. Bir də ki, Çayzəmidə Qafan Gorus yolunun üstü idi. Oradan ermənilərin hər an gəlmə ehtimalı var idi Qubadlı rayonuna. Ona görə də biz Tarovluda 3 saat qarın üstə uzanıb dayan doldurum idi bizdə. O vaxtı silahlarımız da səndiyən döyürdü. Ondan sonra o 3 saat qarın üstündə uzanılı qaldıq ki, ermənilər demişlər ki, hücuma keçəcəklər. And olsun Allaha, tüfəngin bir lüləsi var idi, bir lüləsi, qoşarların bir lüləsi var idi, bir lüləsi yox idi. Belə 91-ci ildə mən artıq qayıtdım geri. O vaxtı şəhidlər, zatlar gəlirdi, pis olurdu. Biz o şəhidliyi 82-ci ildə yaşamışıq. Ona görə də bilirdik ki, şəhidlik nə olan şeydir. Sonra da ki, 2020-ci ildə 44 günlük müharibədə də ki, yenə də yaramızın qaysağı açıldı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, veteranlarımızı qorusun Allah Taala, Ali Baş Komandanımızı qorusun. Qalib ölkənin, qalib millətin, qalib vətəndaşlarıyıq. Murad, sənə də çoxlu təşəkkür eləyirəm. Allah sənin canını sağ eləsin ki, bizi belənciyinə yad edirsən, bizi bütün işıqlandırırsan. Allah səni var eləsin.